Eviniz bizden olsun, evi olmayanların evi olsun. Bugün sizlere, hörmətli izləyicilər, bir dənə gözəl, harada, Hökməli Qobi yolunda. Qobi yolunda Meqaristoldan yuxarı qalxsan beton yollar. Şəhid bulağından biraz qabağa, əsas yoldan ikinci evdir. Əsas yoldan ikinci ev. Evimizin bəlbaşına qiymətini deyirəm 2 mərtəbədir. Qiymət neçəyə? 37.000 manata. Bu qiymətə bugün ev yoxdur. Ev yoxdur. Bu cür də gözəl, şəxsi ev, qoşadaş, krişası, paket krişa. Bir dənə evimizin alt üst kəməri var. Evimiz şəxsi evdir. Burada gözəl bir mətbəxi, kuxnası var. Hər bir kommunal da var. Kommunallar da var. Və bir dənə yataq otağı burada. Evimizdə yaşayış olmadıqına görə biraz ərkəkləmək lazım. Burada bu otaqları yox. Bir dənə də yataq otağı burada. Evimiz çox gözəl. Yəni cənnət məkan var. O deyir ki, cənnət məkanı, havası qəşəng. Bax, həmin orada. Bir dənə də burada otağı var. Və buradan bir dənə, bax, beləncə. Yox, buradan yoxdur. Oyanla göstərəcəm panoramını. Orada setka var. Evimizdə çoxdandır yaşayış olmadığına görə, bax burada bir dəfə işlər var ki, hamam deyil, yəni bir kuxadır da elə, böyük bir ölçüdə. Dediyim kimi, bir dənə buradan panoramanı da götürdüm. Bunu akşamda gelmişim bu evimizde. Evimize bakmadan akşam gelmiştim. Bunun akşam görüntüsünde götürmüşüm. Onu da göstereceğim inşallah size. Burada da bir tane belənin içində var. Balkon kimi çıxarda bilərsiniz anda. Və ümumi 6 sotda evimizin kvadratıdaki 100 kvadratdan çoxdur. 3 tane otaq buradadır. Yəni bunlar remontsuzdur. Bax bir dənə otaq burada. Bir dənəsi onun içəridə. Bəlkə onu göstərim beləncəsinə. Bax bir dənə otaq oradadır. Və gələk həyat sahəsi. Bir dənə burada hasar açmalıya. Hasar düzəltmək lazımdır. Evimizin daxil üst görünüşünə. Bir dənə də buradadır otağı. Qış otaqda kimi istifadə edə bilərsiniz. Ümumi 6 sotun içindədir. Evimizin üz görünüşü real alıcıya endirimdə olunacaq. Ümumi qiymət 37.000. Bugün bu qiymətə ev yoxdur. Yeri də çox gözəl, 6 sotun içində hər bir kommunalda var. Sağ olun, salamat qalın. Əsas da ki, gecə ikən gəldim ki, gecə də sizə buranın mənzərəsini seçim göstərim ki, gecə oldu, bu cür mənzərədə, yəni belə deyim, qocalmaq olmaz da. Bütün şəhər ayağınızın altındadır.